Bizim bəzi müğənnilər düşük, təlxə, yaltaq və yüngüldülər. 5 manat artıq pul versinlər, görün nə hoqqadan çıxırlar. Publika xəbər verir ki, bu fikirləri bəzi sənətçi həmkarlarının yol verilməz davranışlarından danışan opera müğənnisi Ülvi Qılınc Yeni Çağa açıqlamasında səsləndirib. O, qalmaqallı açıqlaması ilə şou-biznes aləmində diqqət çəkib. Stat: Bizim bəzi müğənnilər düşük, təlxə, yaltaq və yüngüldülər. Onlara biraz artıq pul versinlər, görün nələr edirlər. Stolun üstünə çıxarıb rəqs etdirirlər, hətta stolun altında oynadırlar. Mən özüm dəfələrlə bunun şahidi olmuşam. Elə xalq artistləri olub ki, onlara hörmətsizlik edilib, hətta təpik vurublar. Bir bağ var idi, bütün müğənniləri ora yığıb istədikləri kimi davranırdılar, hətta yeri uzadırdılar. Deyirdilər ki, müəllim belə istəyir. Aralarında xalq artistləri də olub. Təəssüf ki, bugün sənət aləmini başqa mühitlə qarışdırıblar. Buna görə də müğənnilərə hörmət azdır. Nə qədər ki, həqiqi sənətkarlar önə çıxmayacaq, bu münasibət də dəyişməyəcək. Statın sonu.